Lənkəranda yaşayış evinə ildırım düşməsi yanğına səbəb olub. Hadisə Lənkəran rayonunun Viyan kəndində baş verib. Belə ki, kənd sakini Şahan Hüseynova məxsus 2 mərtəbəli evə ildırım düşüb. İldırımdan evdə yaranan yanğın sakinlər tərəfindən söndürülüb. Onların sözlərinə görə əvvəl həyətdə dirəkdən başlayan yanğın sonra naqillə evə keçib. Qeyd edək ki, hadisə baş verən zaman evdə kimsə olmayıb. Bunun üstüne 50 tane bu chatten, bu komşulardan 15 tane uşak olur. Götürürsen sen bu kadını şöbenin müdürü verir. Ha bunu sen devlet verir, hükümet verir, kim verir ben bilmem. Bu tabanı çarpmıyor. Ölen mi öldürür, adamı öldürür, götürür müdür verir. Öldürür, götürür müdür verir. Xəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda 40 həftəlik hamiləliklə Masallı rayon mərkəzi xəstəxanasına daxil olan Nərmin Mehbaliyeva və övladı doğuş zamanı vəfat edib. Ailə yaxınları ana və uşağın ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər. Vəfat edən qadının əri Bəhroz Mehbaliyev bildirib ki, həyat yoldaşı hamilə olarkən bütün müayinələrdən keçib və müayinə kağızlarının hamısı var. Doğum evinin müdürü bizim kənddəndir. Yoldaşımız sancısı tutanda zəng etdim. Dedi ki, mənim başım ağrıyır, aparın xəstəxanaya, növbətçi həkim var. Problem olsa mən də gələcəm. Getdik, İlhamə Nağıyeva adlı həkim öz boynuna götürdü. İçəri girdi, ondan sonra heç bir xəbər olmadı. Sağ qolunda sistem izi var idi. Xəstəxanada heç kim də yox idi, özü də gömgöy idi. Həkim səhlənkarlığından ölüb, ölümün səbəbini deyən yox, nə vaxt ölüb deyən yox, ölüm var burada, gəl götür deyən yoxdur. Şimdi danışmalı dersi hiçbir şey olmadı. Bu akşam oradaydık da, evvel hiç şey demediler. Bile yersiz desin, orada bile çıktı gör bizim gelinimiz kalıb orada, hazır vəziyyətdə, ölü vəziyyətində. Vəssalam. Heç bir boş da yoktu orada. Heç şişəsi yoktu. Milis de onu şahitdi. Yoktu, oturup kaçıp. Vəssalam. 102 qaynar xəttinə zəng elədim, polisdən yardım istədim. Prokurorluq nümayəndəsi gələndən sonra baş həkim də gəldi. Uşağa ümumiyyətlə heç bir müdaxilə etməyiblər. Ana öləndən sonra hamı qaçıb. Mənim 4 qızım var, bu 5-ci idi. Arzumuz ürəyimizdə qaldı. Ailənin yaxını Elsəvər Mehbaliyev də bildirib ki, ölüm baş verəndən sonra xəstəxana işçilərindən kimsə onlara hansısa məlumat verməyib. Masallı rayon mərkəzi xəstəxanasının sözçüsü Ceyhun Hüseynov hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, doğuşa gələn qadınla bağlı bütün zəruri müayinələr aparılıb. Doğuşun konservativ gözləyici taktika ilə aparılmasına qərar verilib. Saat 3-də xəstənin qəfildən halı pisləşib. Bütün reanimasyon tədbirlərə baxmayaraq ölüm halı qeydə alınıb. Ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.